Sabirabadda möhtəşəm zəfərimizin 5 illiyinə həsr olunmuş ağacəkmə aksiyası keçirilib. 8 noyabr Zəfər günü münasibəti ilə Sabirabad rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Hacıqabul Bəhramtepe Horadiz avtomobil yolunun rayonun Bulaqlı kənd ərazisindən keçən hissəsində yol kənarında ağacəkmə aksiyası keçirilib. Aksiyada Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov, rayon İcra Hakimiyyətinin məsul işçiləri, hüquq mühafizə orqanlarının rəhbərləri, Yeni Azərbaycan Partiyasının fəalları, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların kollektivləri, şəhid ailələrinin üzvləri, müharibə əlilləri iştirakçıları, eləcə də rayon ictimaiyyətinin və gənclərin nümayəndələri iştirak ediblər. Zəfər günü münasibəti ilə təşkil olunan ağacəkmə aksiyasında Respublika əhəmiyyətli Hacıqabul Bəhramtepe Horadiz avtomobil yolunun rayonun Bulaqlı kənd ərazisindən keçən hissəsində yol kənarında 1,8 hektar ərazini əhatə edən sahədə 2000-dən çox müxtəlif növ ağaclardan ibarət yaşıllıq solağı salınıb. Yeni əkilən ağaclara aqrotexniki qulluq göstərilib. Cəmilə Nəsir qızı, Aydın Yavərzadə bugün informasiya proqramı üçün.